İnsanlar hepatit D-yə necə yoluxurlar? Dostlar, hər birinizi salamlayıram. Keçən səfər biz hepatit D haqqında qısa bir məlumat verdik və bildirdik ki, hepatit D virusu B virusu olmadan mövcud ola bilməz. Demək ki, yoluxma yollarından danışırıqsa, hepatit D virusuna insanlar necə yoluxa bilər? B virusunda necə yoluxulursa, D virusunda da eyni cür yoluxma olur. Yəni, ortaq iynə istifadəsi, yəni xüsusən də belə deyək də, bir iynənin bir insan istifadə edirsə, həmin iynəni digər insan istifadə edirsə, bu şəkildə yoluxma ehtimalı var ki, bir xəstədirsə sağlama keçirə bilər. İkinci halda cinsi təmas yoludur. Qorunmasız və düzgün olmayan, yəni belə deyək, təsadüfi daha doğrusu cinsi əlaqələr nəticəsində bu xəstəliyə yoluxma halları mümkündür. Həmçinin qan köçürmə zamanı bu xəstəliyə yoluxma baş verə bilər. Ondan da savayı hepatit B virusuna da izah etmişdik. Bu virus transplasentar yolla, yəni hamilə qadından dölə keçə bilər. Bu yolla da yoluxma halı mümkündür. Ona görə də dediyimiz bu virusa yoluxmanın qarşısını almaq üçün məhz ortaq iynə istifadəsindən çəkinmək lazımdır. Təsadüfi cinsi əlaqələrdən və qorunması cinsi əlaqədən çəkinmək lazımdır və hamilə qadınları bu virusdan qorumaq lazımdır ki, nəticədə dölə keçməsin. Belə dostlar, çalışın hər zaman sağlam olun, özünüzü qoruyun, gigiyena qaydalarına, antiseptika, aseptika qaydalarına da bacardığınız qədər riayət edin.